Bu açıq şəkildə hədislərdə qeyd edilibdir. Bunu açıq şəkildə diqqət eləsələr görə bilərlər. Həmin gecə 23 yanvar 2015-ci il 12 nəfər çıxdı və zuhur müjdəsini insanlara bildirdilər, insanlara bəyan elədilər, insanlara çatdırdılar. Və bunu biz bundan öncəki verilişlərimizdə də dilə gətirmişik. İndi vaxt səbəbindən mən dilə gətirmirəm, amma istəsələr tamaşaçılarımız bizə yaza bilərlər və ya suallarını ünvanlaya bilərlər. Biz həmin o 12 nəfərin bəyanını da, insanlara çatdırdığı bəyanı da tamaşaçılara çatdıra bilərik. Və hətta diqqət eləyin. Görün ki, hadisələr necə birəbir reallaşır ki, birəbir hadisələr baş verir ki, insanlar bizə artıq bilmirlər hansı ittiham eləsinlər bizi hansı formada ki, bizi yanlış çıxartmaq istəsinlər. Çünki dediklərimiz hədislərdən birəbir gəlir. Hədislər bizi öncədən bizim xəbərimizi verib, bizi tərif eləyibdir. Düzdürmü? Bəli. İnsanlar bilmirlər hansı formada bizi inkar eləsinlər.